Azərbaycan Prezidenti İlham Əliyev bugün İranın ölkəmizdəki səfirliyində olub. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçülü dövlət başçısına qarşılayıb. Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xameneyi ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib. Müctəba Dəmirçülü səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. İranın mərhum ali lideri Əli Xameneyi ilə vida mərasimi bugün başlayacaq və 3 gün davam edəcək. Bu barədə İran hakimiyyətinin məlumatında deyilir. Vida mərasiminin Bakı vaxtı ilə saat 22:30-da başlayacağı bildirilir. Xatırladaq ki, Əli Xameneyi fevralın 28-də İsrail və ABŞ-nin Tehrana zərbələri zamanı ölüb. Onun doğulduğu Məşhəd şəhərində dəfn olunacağı bildirilir. Dünən Azərbaycan sərhədi vasitəsilə İranı tərk edən Rusiyalıları təxliyə etmək üçün ölkəmizə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Azərbaycanı tərk edib. Bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb. Bildirilib ki, Nazirliyə məxsus İl-76 təyyarəsi 117 Rusiya vətəndaşını Azərbaycandan Moskvaya aparıb. Həmin şəxslərdən 54-ü uşaqdır.